Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Parkinson xəstəliyi sadəcə fiziki deyil, həm də psixoloji insanın sağlamlığına təsir edir. Bu barədə həkim mütəxəssis danışıb. Baxaq görək səhiyyə.gov.az saytına verdiyi müsahibədə nevroloq bu fikrini necə əsaslandırıb. Parkinson xəstəliyi yalnız hərəkət pozuntularına səbəb olan bir xəstəlik deyil. Eyni zamanda xəstənin psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Bu, həm beyindəki kimyəvi dəyişikliklərlə, həm də xəstəliyin fiziki məhdudiyyətləri ilə bağlıdır. Bu fikirləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Yeganə Əliyeva deyib. Nevroloq həmçinin bildirib ki, bəzi xəstələrdə düşünmə funksiyalarında geriləmə, diqqət problemləri və yaddaş zəifliyi müşahidə edilir. Xəstəliyin irəliləməsi ilə demensiya riski də arta bilər. Yuxu problemləri Parkinson xəstələrinin əksəriyyətində müşahidə olunur. Bütün bu faktorlar xəstənin emosional vəziyyətini pisləşdirər və gündəlik həyat fəaliyyətlərində müəyyən çətinliklər yaradır. Ona görə də psixoloji dəstək, sosial münasibətlərin qorunması və stressin idarə edilməsi Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir, deyə nevroloq Yeganə Əliyeva bildirib. Prostat xərçəngi kişilər arasında yayılan ən çox xərçəng növlərindən biridir və onun müəyyən olunması üçün yeni test cihazı icad olunub. Bunun vasitəsilə demək olar ki, bu müayinə kifayət qədər asan və effektiv olacaq. Prostat xərçəngin aşkarlamasında yeni tüpürcək testinin qan testindən daha təsirli ola biləcəyi deyilir. Yeni bir araşdırma evdə tüpürcək testinin bəzi kişilərdə prostat xərçəngi riskini aşkar etməkdə bazardakı standart testlərdən daha təsirli olduğunu müəyyən edib. Prostat xərçəngi riski kişilər arasında ən çox yayılmış formalardan biridir. Yeni test skrininq üçün ən əlverişli metod hesab edilib. New England Journal of Medicine-də dərc olunan araşdırma üçün elm adamları Böyük Britaniyada 50-60 yaş arası 6400 kişidən tüpürcək nümunələri götürüb və DNT nümunələrindən poligenik risk skoru adlanan prostat xərçəngi inkişaf riskini hesablamaq üçün istifadə edib. Ümumdünya Səhiyyə Təşkilatı meningit haqqında kifayət qədər ciddi tövsiyələr yayıb və bütün dünyanın həkimlərinə bu tövsiyələrdən istifadə etməyi məsləhət görüb. Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə meningitin diaqnostikası, müalicəsi və xəstələrə qulluqla bağlı qlobal tövsiyələrini dərc edib. Bu tövsiyələr xəstəliyin daha tez aşkar edilməsini, vaxtında müalicə olunmasını və uzun müddətli qayğının yaxşılaşdırılmasını hədəfləyir. Ən çox elmi sübutlara əsaslanan bu tövsiyələr meningit səbəbindən baş verən ölüm və əlillik hallarını azaltmaq üçün mühüm bir vasitə hesab olunur. Məqsəd isə bakterial meningit epidemiyalarının aradan qaldırılması. Peyvənd vasitəsilə qarşısı alına bilən bakterial meningit hallarının 50%, bu xəstəlikdən ölüm hallarının 70%-ni azaldılması, eləcə də meningitdən sonra yaranan əlilliklərin azaldılması və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Müasir dünyada həyatın səs-küyündən qurtulmaq üçün hərəmiz öz dünyamıza qapılmağa yeganə üsul qulaqçıqları bilirik. Amma bu qulaqçıqlarla hansı səviyyədə qulaq asmalıyıq və nə qədər? Bu barədə mütəxəssis danışıb. Baxaq görək, sağlamlığımız üçün və dünyanı eşitmək üçün öz qulaqlarımızı necə qorumalıyıq? Qulaqlıqla musiqiyə nə qədər müddət qulaq asmaq olar? Mütəxəssislər 60-60 qaydasına riayət etməyi tövsiyə edir. Musiqiyə fasiləsiz olaraq maksimum 60 dəqiqə, 60% səs səviyyəsində qulaq asmaq. Sonra isə 5-10 dəqiqə fasilə vermək lazımdır. Əgər siz daha yüksək səsə üstünlük verirsinizsə, bu halda gündəlik dinləmə müddəti 30 dəqiqədən çox olmamalıdır. Bu barədə həkim Larisa Vilejanina məlumat verib. Təhlükəsiz hesab edilən səs səviyyəsi maksimum 60%-i keçməməlidir. Əgər siz musiqiyə daha yüksək səslə, xüsusilə də 85 desibeldən yuxarı səviyyədə qulaq asırsınızsa, eşitmə qabiliyyətinizin zədələnmə riski əhəmiyyətli dərəcədə artır. Əgər musiqi dinlədikdən sonra qulaqlarınızda cingilti və ya uğultu hiss edirsinizsə, nitq və ya digər səsləri əvvəlkindən daha çətin ayırd etməyə başlayırsınızsa, bu səsin çox yüksək olduğunu əlamətidir. Bu kimi simptomlar eşitmənin zədələnməyindən xəbər verir və belə halda həkimə mümkün qədər tez müraciət etmək vacibdir, deyə həkim izah edib.
Cinsi istəyi artırmaq üçün təbii məhsulun adı açıqlanıb, bu şokoladdır. Əlbəttə, bir müddət yaşdan sonra kişilər müxtəlif dərmanlara əl atırlar. Lakin bunun üçün heç də ehtiyac yoxdur. Sadəcə günə 40 qram şokolad yemək kifayətdir, deyir mütəxəssislər. Cinsi istəyi artıran, əhvalı yaxşılaşdıran təbii məhsul. Dünyada milyonlarla insan cinsi meyilli artırmaq üçün farmasevtik preparatlardan istifadə edir. Statistika göstərir ki, dünyada qadınların 50% libidonun xroniki olaraq azalmasından əziyyət çəkir. Kişilər arasında bu daha az rast gəlinən problem olsa da, müasir həyatın ritmi, xroniki stres kişilərdə də libidonun azalmasına səbəb olur. Mütəxəssislər libidonun azalması ilə üzləşmiş insana kifayət qədər yatmağı, idmanla məşğul olmağı və şokolad yeməyi tövsiyə edir. Tünd şokolad beyində dopaminin ifrazını stimullaşdırır. Neuromediator dopamin əhvalını yaxşılaşdırır, stres hormonlarının səviyyəsini azaldır. Amerika Birləşmiş Ştatında aparılmış bir araşdırmanın nəticələrinə görə hər gün 40 qram tünd şokolad yeyən insanın orqanizmində stres hormonu olan kortizolun səviyyəsi azalır. Həmçinin tünd şokolad orqanizmdə əhvalı yaxşılaşdıran serotonin hormonunun ifrazını artırır. Pomidor kifayət qədər sevilən məhsuldur və bir çoxumuz onu əksər yeməklərdə istifadə edirik. Hətta yeməyin yanında da salat kimi ən xoşa gələn məzələrdən biridir. Lakin şəkər xəstələri bu məhsulu yeyəndə çox diqqətli olmalıdır. Türkiyəli professorun açıqlamasını dinləyək. Pomidor şəkər xəstələrinə ziyandır. Türkiyəli professor Canan Karatay diabet xəstələrinin pomidor istehlakı ilə bağlı xəbərdarlıq edib. O, pomidorun tərkibindəki təbii şəkərin diabet xəstələrinin qan şəkərinə mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə mətbəxdə demək olar ki, hər yeməkdə istifadə edilən, süfrələrdə əksik olmayan pomidor əslində bilindiyi qədər faydalı deyil. Professor bildirib ki, pomidorun həddindən artıq istehlakı bədənimizə faydadan çox zərər verir. Pomidor istehlak etdikdə qarın boşluğunda həzm üçün ayrılan turşu bir çox həzm probleminə səbəb olur. O, xüsusilə iyun və iyul aylarında xəstələrin şəkər səviyyəsinin artmasının səbəbini pomidor olduğunu vurğulayıb. Həzm baxımından çətin olan mədə və bağırsaqların köhnəlməsinə səbəb olan bu vəziyyət sentyabr ayında yavaşlayır. Mütəxəssis qeyd edib ki, sağlam qidalanma üçün səhər yeməyində az yağlı qoyun, keçi pendiri istehlak etmək olduqca faydalı hesab edilir. Amma pomidordan gün ərzində mümkün qədər az istifadə etmək lazımdır. Xüsusən də diabet xəstələri yay aylarında bu miqdara daha çox diqqət etməlidir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.